Muaviyə ilə Əlinin söhbəti xəlifə söhbəti deyildi. Muaviyə demədi ki, sən çıx mən olum. Və ya mən səndən əfsələm, ya sən xəlifə deyilsən, xilafətdən söhbət getmirdi. Söhbət nədən idi? Osman qatilləri. Belə baxan xəlifə deyilsən, xilafətdən söhbət getmirdi. Söhbət nədən idi? Osman qatilləri. Belə baxanda Muaviyyənin tələbi düz idi. Çünki Muaviyyə kimlərdən istəyirdi ya? Əlidən istəyirdi onları. Sonra onlar Əliyə qarşı çıxdılar. Əli özü onlarla döyüşdü. Onlar Əlini öldürdülər sonra. Radiyallahu anhına. Amma o ki qaldı sahabənin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil a'lamin. Və salatu və selamu ala əşraful ənbiyayı vəl mürsəlin. Və la'nu daimu ala a'daihim əcmain. Aşıq vəhabilərdən biri, başına aşıq papağı qoyan vəhabilərdən biri ki, bir neçə dəfə yalanlarını ifşa etmişik. Yenə də çıxıb aşıq papağını başına qoyub ağzına gələni danışır. Adam iddia edir ki, güya Muaviyyə ibn Əbu Sufyan la'natullahi aleyh əslində Həzrət Əli ilə ona görə döyüşüb ki, tələbi Osman ibn Əffanın qatilləri idi ki, onu Əli əleyhissalamdan tələb edirdi. Və əslində deyir, onun tələbi düz idi. Yəni Muaviyyənin dərdi xilafət dərdi deyil. Adam özü də deyir ki, bəs Muaviyyə ibn Əbu Sufyanın məlun demirdi ki, mən xəlifə olmaq istəyirəm. Demirdi ki, mən xilafəti istəyirəm. Belə bir iddiası yox idi deyir. Belə bir dərdi yox idi deyir Muaviyyənin. Ki, bu adamın yalanını biz ifşa eləyəcəyik. Bu öz yerində. Amma yalanını ifşa eləməzdən öncə bu kəzzəbə bir sualımız var. Necə ki, danışıb insanları haqq yoldan saptırmağa çalışır. Bu yalancı kəs bu yalancı kəs deməli cavab versin bizə. Bu yalancı kəsə dinləyən, hansı ki bizim qardaşların dialoq olur, bu yalancı kəsi dinləyən kəslərlə sual versinlər bu kəzzəbə. Muaviyyə nə üçün Əli əleyhissalamla istəyirdi Osmanın qatillərini? Əgər desən ki, Osmanın qatilləri Əli əleyhissalamın yanındaydı, o zaman belə çıxır ki, Osmanı öldürən kəslərdən Əli əleyhissalam razı idi. Bu bir. Və bundan əvvəl paylaşdığımız dərsdə, hansı ki bu adam deyir ki, həmən adamlar ki Osmanı öldürmüşdü, sonra getdi Əli əleyhissalamla döyüşdülər, sonra da Əli əleyhissalamı şəhid elədilər. Əvvəla gözünün içinə qədər yalan deyirsən, biz bundan əvvəlki dərsdə səhih sünni mənbələri ilə sübut eləmişik ki, Osman ibn Əffanı öldürən kəslər Əli əleyhissalamın yanında olan şiələr olub ki, Əli əleyhissalamın sadiq şiələri olub. Məsələn, Məhəmməd ibn Əbu Bəkir, daha sonra Malik-i Əşdər və digər sahabə və tabiindən olan bir dəstə olub. Bunu sübut eləmişik. Ekrana qoyduğumuz Buxarinin səhih adlandırdığı kitabdır. 4108 nömrəli hədisdə Kitabul Məğazi bölümündə deyir ki, Həddəsəni İbrahim ibn Musa, əxbərənə Hişəm, ən Mə'mər, ən Zuhri, ən Səlim, ən İbn Ömər qalə. Ki bu hədisin, rəvayətin sənədidir. Və əxbərəni İbn Tabusin, ən İkrəmətə İbn Xalidin, ən İbn Ömər qalə. Demək Tabus xəbər verir İkrimədən, o da İbn Xaliddən, o da İbn Ömərdən. Rəvayət edib deyir. Daxaltu alə Həfsətu və nəsbətuhə təntu. Deyir, Həfsənin yanına daxil oldum. İbn Ömər deyir, Həfsənin yanına daxil oldum. Onun hörük saçlarından su damcılayırdı. Yəni, yeni yuyulmuşdu. Qultu, deyir, dedim ki, qad kənə min əmrin nəsi mə tərəynə fələm yücəl li minəl əmri şeyun. Deyir, dedim ki, gördüyün kimi cəmaatın işi hakimiyyət məsələsində belə oldu. Lakin mənim üçün bu işdən heç bir pay verilmədi. Yəni hakimiyyət məsələsindən. Fəqalət ilhaq. Həfsə deyir, dedi ki, fəinnəhum yəntəzirunəkə və əxşə ən yəkunə fi ihtibasi kəənhum furqah. Dedi ki, deyir Həfsə, gecikmə. Onlarla deyir, cəmaata qoşul. Cəmaata qoşul. Çünki deyir, onlar səni gözləyirlər. Qorxuram ki, sənin onlardan geri qalman cəmaat arasında parçalanmaya səbəb olsun. Həfsə deyir ki, qoşul cəmaata. Hansı ki o xilafəti qurmaq istəyən cəmaat ki var, xəlifə seçmək istəyən cəmaat ki var. Həfsə deyir ki, qoşul onlara. Fələm təd'uhu həttə zəhəb. O deyir, yəni Həfsə İbn Öməri gedənə qədər deyir, rahat buraxmadı. Fələmmə təfərrəqən nasu xatəbə Muaviyyətu qalə. Deyir ki, cəmaat dağılışdıqdan sonra, hansı ki cəmaat dağılışdı, Muaviyyə minbərə çıxıb xütbə eləyib deyir və dedi ki, mə kənə yuridu ən yətəkəlləmə fi həzəl əmri. Fəlyutli lənə qarnəh fələnəhnu ən əhəqqu bihi minhu və min əbih. Deyir, kim bu iş, yəni hakimiyyət haqqında danışmaq istəyirsə, qoy görsünlər bizə meydan oxusunlar. Deyir, gəlsin bizə meydan oxusun. Çünki biz buna həm ondan, həm də atasından daha layiqik. Diqqət eləyin. Deyir ki, mə kənə yuridu ən yətəkəlləmə fi həzəl əmri fəlyutli lənə qarnəh fələnəhnu əhəqqu bihi minhu və min əbih.
Kim bu hakimiyyət işin barədə danışmaq istəyirsə, çıxsın qabağa bizlə danışsın. Biz deyir hakimiyyətə ondan və atasından daha layiq. Diqqət edirsiniz, Muaviyə nə deyir? Hakimiyyətə mən layiqəm deyir. Mən istəyirəm deyir hakimiyyəti. Amma bu kəzzab kəs nə deyir? Bu yalancı, ikiyüzlü Vəhabi deyir ki, Muaviyyənin dərdi xilafət davası deyildi. Halbuki özünün səhih mənbəsindən xəbəri yox idi. Qalə Həbib ibn Məsləmə. Fəhəllə əcəbtəhu. Həbib ibn Məsləmə deyir ki, bəs sən ona cavab vermədin? Qalə Abdullah, yəni İbn Ömər. Abdullah deyir ki, Abdullah İbn Ömər. Fəhələltu hubvəti və həməmtu ən əqulə. Abdullah İbn Ömər deyir ki, mən qurşağımın düyününü açdım və demək istədim ki, həqqu deyir bu iş ki var deyil. Bihəzəl əmri minkə mən qatələkə və əbəkə aləl İslam. Bu işə səndən daha layiq olan sənin və atanla İslam uğrunda döyüşmüş kəsdir. Kimdir bu insan? Əhəqqu bihəzəl əmri minkə mən qatələkə və əbəkə aləl İslam. Sənin atanla və səndən İslam uğrunda döyüşən kəs xilafətə daha layiqdir. Yəni Əli əleyhissalam. Əli əleyhissalam Peyğəmbər dövründə Əbu Sufyana qarşı, Muaviyyənin atasına qarşı döyüşüb və Siffeyndə də Muaviyyəyə qarşı döyüşüb. İbn Ömər də deyir ki, bu işə xilafətə daha layiq deyir, atan və səndən İslam uğrunda döyüşən kişi. Daha sonra İbn Ömər deyir ki, fəxaşitu ən əqulə kəlimətən tufərriqu beynəl cəmi'i və təsviqət dəmə və yuhməlu ənni qayru zəlik. Amma deyir, qorxdum ki, elə bir söz deyim ki, o cəmiyyəti parçalasın, qan axsın deyir, qan axıdılsın və sözün başqa cür yolulsun deyir. Yəni, sən ey kəzzəb, öz mənbələrindən xəbərin yoxdur. Əslində Muaviyyənin davası elə hakimiyyət davası idi. Osmanın qatilləri deyildi. Çünki Muaviyyə Osmanın qatilləri barədə heç bir tədbir görmədi. Yəni, bu sənin bir kəzzablığındır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.